Amerika Birləşmiş Ştatları Venezuelada hərbi əməliyyat keçirdi. Prezident Nicolas Maduro Nyu-Yorka aparıldı. Ağ Ev əməliyyatı uğurlu sayır. Dünən baş verən axşam tədbiri də olduqca əhəmiyyətli idi. BMT və Avropa İttifaqı isə beynəlxalq hüququn pozulduğunu bildirir. Birləşmiş Ştatlar Venezuela gərginliyi dünya neft bazarını necə dəyişəcək? Biz daha çox 2027-ci ildə bazarlara bunun təsirini görə biləcəyik. Ekspertlərin maraqlı açıqlamaları İTV Xəbərdə. Hər vaxtınız xeyir, İTV Xəbər efirdədir, studiyada Ayşən Hüseynovadır. Birləşmiş Ştatlar Venezuela xəttində baş verən son hadisələrdən danışacağıq. Venezuela prezidenti Nicolas Maduro həyat yoldaşı ilə birlikdə New-York həbsxanasına aparılıb. Onun gələn həftə hakim qarşısına çıxarılacağı gözlənilir. Birləşmiş Ştatlar prezidenti Donald Trump isə əməliyyatların ardından Venezuelanı keçid dövründə biz idarə edəcək deyə bəyanatlar verib. Birləşmiş Ştatların Venezuelaya qarşı keçirdiyi hərbi əməliyyatların təfərrüatları və beynəlxalq təşkilatların reaksiyalarını izləyək. Venezuela prezidenti Nicolas Maduro Nyu-Yorka gətirilib. O və həyat yoldaşı Silya Flores Nyu-Yorkun Brooklyn şəhərindəki istintaq təcridxanasına aparılıb. Amerika Birləşmiş Ştatlarının Venezueladakı hərbi əməliyyatı ilə bağlı mətbuat konfransında Ağ Ev rəhbəri Donald Trump ədaləti bərpa etdiklərini, əməliyyatın mükəmməl keçdiyini bildirib. Venezuelada neft sənayesinin uzun müddətdir ki, tamamilə iflasa uğradığını deyən Trump, ABŞ neft şirkətlərinin oraya daxil olacağını, sərmayə yatıracağını, dağıdılan neft infrastrukturunu bərpa edəcəyini əlavə edib. Düzünü desəm, çoxdan qaytarmalı olduğumuz nefti geri alacağıq. Yerin altından çıxarılan nəhəng gəlirlər var. Bütün xərclər bizə ödəniləcək. Sərf etdiyimiz hər şey kompensasiya olunacaq. Dünən baş verən axşam tədbiri də olduqca əhəmiyyətli idi. Biz təhlükəsiz və qorunan ölkələrlə əhatə olunmalıyıq. Birləşmiş Qərargah rəislərinin sədri General Dan Keyn hərbi əməliyyatın təfərrüatlarından danışıb. Bildirib ki, ABŞ-nin bölgədəki hərbi qüvvələri yüksək hazırlıq vəziyyətindədir və milli təhlükəsizliyə qarşı hər hansı potensial təhdidə cavab verməyə hazırdır. Əməliyyat dəqiqliklə icra olundu. Gecə saatlarında hüquq mühafizə orqanlarının əməkdaşlarından ibarət təxliyə qrupu helikopterlərlə havaya qalxdı və Venezuelaya doğru hərəkət etdi. Əməliyyatda F-22, F-35, F-18 qırıcıları, bombardımançı və kəşfiyyat təyyarələri, eləcə də pilotsuz uçuş aparatları iştirak edirdi. Karakasa yaxınlaşma zamanı birgə hava komponenti Venezuelanın hava hücumundan müdafiə sistemlərini sıradan çıxararaq helikopterlərin hədəf zonasına təhlükəsiz keçidini təmin etdi. Bu arada Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və Karib Hövzəsi ölkələri birliyi ABŞ-nin Venezuelada həyata keçirdiyi hərbi əməliyyatı pisləyiblər. Onlar bu addımı beynəlxalq hüququn ciddi şəkildə pozulması və regional sabitlik üçün təhlükə kimi qiymətləndiriblər. Qeyd edək ki, Venezuelanın Ali Məhkəməsi ölkənin idarə olunmasını müvəqqəti olaraq vitse-prezident Delcy Rodriguezə həvalə edib. Venezuela prezidentinin isə gələn həftə Manhattan Federal Məhkəməsində narkotik və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacağı gözlənilir. Birləşmiş Ştatlar və Venezuela arasındakı son yaşananlar qlobal neft bazarlarında ciddi risklər yarada bilərmi? Ümumiyyətlə, bu proses neft qiymətlərinə necə təsir göstərəcək? Məsələni ekspertlər şərh ediblər. Mövcud infrastrukturun yetərsizliyi isə 2026-cı ildə neft hasilat həcminin artmasına imkan verilməyəcəkdir. Eyni zamanda ixracına imkan verilməyəcəkdir. Biz daha çox 2027-ci ildə bazarlara bunun təsirini görə biləcəyik. Sonraki illərdə isə, yəni 2028-dən 2029-cu illərdə isə gündəlik 2 milyon barel, hətta 3 milyon barelə qədər bazara təklifin artırılması potensialı vardır ki, bu da 2025-ci ildə 104 milyon barel gündəlik dünyanın tələbatı qarşılığında təxminən 3%-ə qədər pay deməkdir ki, bu da təbii ki,
neft qiymətlərinə təsirsiz ötüşməyə bilməzdir. OPEC Plus yapısının yaptığı kesintileri biraz daha uzun vadede azaltma eğilimi, yani arzı biraz daha arttırma eğilimi ve petrol fiyatlarının yine bu seviyelerde $60 fiyat bandında, özellikle Brent için konuşuyorum, dalgalanan bir seyirde değişeceğinin sinyalini vermekte. Diğer taraftan zaten ABD'nin uyguladığı yaptırımlar ve abluka sebebiyle Venezuela'nın uluslararası petrol piyasalarına arzı yaklaşık 500 bin varillere kadar düşmüştü ortalama. Ki bundan sonra şayet sular durulursa, ABD yaptırımlarından vazgeçerse bu 500 bin varilin yeniden çok daha yüksek seviyelere çıkabilme ihtimali de söz konusu. İranda davam edən etirazlar fonunda ölənlərin sayı artıb. Məlumata görə Elan vilayətinin Məlikşah şəhərində ixtişaşçılar hüquq mühafizə mərkəzlərindən birinə daxil olmağa cəhd göstəriblər. Nəticədə silahlı qarşıdurma baş verib və 3 nəfər həlak olub. Mehr xəbər agentliyi ölənlərdən birinin hüquq mühafizə orqanlarının əməkdaşı, digər 2 nəfərin isə etirazçı olduğu məlumatını yayıb. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilir. Xatırladaq ki, İranda ümumxalq etirazlarında daha əvvəl 3 nəfərin öldüyü bildirilmişdi. Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son 3 ildə ən böyük etiraz aksiyaları keçirilir. Şimali Koreya bugün səhər saatlarında ilin ilk raket sınaqlarını Yapon dənizi istiqamətində həyata keçirib. Bildirilir ki, bu son 2 ayda qeydə alınan ilk raket aktivliyidir. Qeyd olunub ki, raketlər Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb. Yaponiyanın baş naziri Sanae Takaichi müvafiq qurumlara insidentlə bağlı bütün məlumatları operativ şəkildə toplamaq və əhalini məlumatlandırmaq tapşırığını verib. Sınaqlar Cənubi Koreyada da qeydə alınıb. Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə raketlər Pxenyan yaxınlığındakı ərazidən buraxılıb, təxminən 900 kilometr məsafə qət edib və Yapon dənizi akvatoriyasına düşüb. Bakı metropolitenində qatarların rahat hərəkətini təmin etmək və sərnişin axınını nizamlamaq üçün yeni layihəyə başlanılıb. İçəri şəhər stansiyasında həyata keçiriləcək layihə sayəsində sıxlığın da minimuma endiriləcəyi gözlənilir. Təfərrüatlar barədə əməkdaşımız Səbinə Şükürova danışacaq. Bakı metropolitenində yeni texniki layihə start verilib. İçəri şəhər stansiyasının arxasında inşa olunacaq dönmə kamerası sayəsində qatarlar həm daha sürətli, həm də təhlükəsiz hərəkət edə biləcək. Bununla yanaşı intervalın da azaldılması nəzərdə tutulub. Amma gəlin əvvəlcə baxaq, hazırda vəziyyət necədir? Bayram günü olsa da stansiyada insan sayı kifayət qədər çoxdur. Sıxlıq müşahidə olunur. Eskalatorla düşürük. Sərnişinlərin qatara minib düşmə prosesinin, eləcə də son dayanacaq olduğu üçün maşinistin bir kabinədən digərinə keçməsinin müəyyən vaxt apardığını müşahidə edirik. Mövcud paradigmada interval 3 dəqiqə 30 saniyədən hesablanır. Bu isə kifayət qədər böyük bir göstəricidir, xüsusilə pik saatları üçün. Bəs bu rəqəm necə ərsəyə gəlir? Belə ki, bir qatar platformanı tamamilə tərk etmədən digərinin əraziyə daxil olması mümkün deyil. Yeni layihənin icrasından sonra isə İçəri şəhər stansiyasında sərnişinlər düşdükdən sonra qatarlar stansiyanın arxasında yerləşən dönmə kamerasına yönələcək və oradan hazırda girişə qapalı olan platformaya girib Həzi Aslanov stansiyası istiqamətində hərəkət edəcək. Bununla da sərnişinlərin minib düşmə sahələri bir-birindən tam ayrılacaq, pik saatlarda ehtiyat qatarları dönmə kamerasında hazır saxlanılacaq, texniki nasazlıq yarandıqda qatarlar xəttdən operativ çıxarılacaq. Yəqin ki, yüngülləşər də. Niyə? Hər istiqamətlə, yenə istiqamətinlə getsə, yəqin ki, platformada boşluq olar. Təbii ki, yaxşı olar. Sağ olun. Təbii ki, tutmaq olmaz da, daha da yaxşı olar, gözəl olar, rahatçılıq olar. Bununla yanaşı hazırda yalnız xaotik avtomobil dayanacağı kimi istifadə olunan ərazinin də piyada zonası və yaşıllıq sahəsinə çevrilməsi nəzərdə tutulub.
tikinti müddətində bitişik küçədən keçən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunmayacaq. İçərişəhər stansiyası isə bütün inşaat mərhələləri boyunca mövcud iş rejimində fəaliyyətini davam etdirəcək. Səbinə Şükürova, Ceyhun Hüseynli, İTV Xəbər. Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti ilə bağlı çağırış edib. Bildirilib ki, Ramazan ayının 1-dən vizaların verilməsi prosesinə start veriləcək və ay yarım ərzində yekunlaşacaq. Ona görə həccə niyyətli olan vətəndaşlarımızdan xahiş edirik ki, yubanmadan gəlib qeydiyyata alınsınlar. Kvotanın dolub-dolmamasından asılı olmayaraq sənədlərin qəbulu 15 fevral tarixində bitəcək. Xatırladaq ki, fevralın 19-da Azərbaycanda Ramazan ayı başlayır. Martın 8-i, 10-u, 12-si və 16-sı isə Qədir gecələridir. Həcc ziyarətindən danışmışkən qeyd etmək lazımdır ki, hər kəsin ibadət anlayışı bir-birindən fərqlidir. İbadət edərkən icra olunan müxtəlif hərəkətlər var, hansı ki, bu hərəkətlərin də hər biri bir məna daşıyır. Sıradakı sujetimizdə sufilərin səma ritualının sirləri barədə danışmışıq. Səma ritualı. Dərvişlər dualar və Quran ayələrinin sədaları altında fırlanırlar. Ritualın hər bir detalı böyük məna daşıyır. Geyimdən tutmuş hərəkətlərə qədər. Dərvişlərin fırlanması insanın Allaha qayıdışını və planetlərin hərəkətini simvolizə edir. Ritual dahi şair və filosof Cəlaləddin Rumi ilə bağlıdır. Rəvayətə görə Rumi bazarda qızıl döyən ustaların ritmik çəkic səslərini eşidərkən bu səslərdə Allahın adını duyub fırlanmağa başlayıb. Cenab-ı Hakk'a kavuşmayı, sevdiğine kavuşma düğün gecesi noktasında ifade ederek, hatta hasta yatağında tabip Ekmelettin efendim Allah şifa versin, tez zamanda ayağa kalkın dediğinde yeter artık, bu dünya denen hapishanede benim vazifem doldu, bırakın da ben sevdiğime gideyim diyerek 17 Aralık ikindi üzeri sevdiğine kavuştu. Ritualın digər məqamları da diqqət çəkəndir. Dərvişlərin sağ əllərini ovucu yuxarı, sol əllərini isə ovucu aşağı istiqamətləndirdiklərini görmək olar. Bununla onlar sağ əlləri ilə göydən ilahi lütfü qəbul edir, sol əlləri ilə isə bu enerjini yerə və insanlara ötürürlər. Sol eli yere bakar, sağ eli yukarıya, dua eli ve sol elinin parmakları açıktır. Cenab-ı Hak'tan gelen ne var ise biz kendimize mal etmeyiz. Cümle aleme dağıtır geçeriz. Biz cümle aleme hizmet ederiz noktasında bir tavırları da var. Ritual ümumilikdə 7 hissədən ibarətdir. İlk hissə Məhəmməd Peyğəmbərin tərifindən ibarətdir. Səma isə 5-ci hissədən başlayır. O 4 salamdan ibarət olur. Ritual Qurani Kərimin oxunuşu və dualarla tamamlanır. Dərvişlərin geyimi də dərin məna daşıyır. Təkcə baş geyiminin hazırlanması belə özü bir ritualı xatırladır. Çünki bu, insan nəfsinin məzar daşını simvolizə edir. Nefislerinin mezar taşı olduğu için burada ibadet maksatlı da hareket ediliyor ve biz de bunları daha temiz, ibadete yönelik hareket etmek için temiz ve güzel işler yapıyoruz. Bu da yalnız baş geyiminin hazırlanma prosesidir. Tənnürə geniş ağ libasdır və kəfəni göstərir. Ağ rəng isə saflığın və ruhun Allahın hüzuruna çıxmağa hazır olmasının simvoludur. Belə bağlanan qara rəng kəmərbənd isə ruh və bədən arasında tarazlığı tərənnüm edir. 2005-ci ildə UNESCO Mövləvi Ordeninin Səma ritualını bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsəri elan edib. Buraxılışımızı burada yekunlaşdırırıq. 14:00-da yenidən qarşınızda olacaq. Salamat qalın.